Bir seans proqramı necə işləyir? Bu sualın cavabı olaraq sizə mən bu videonu təqdim edirəm. Gördüyünüz kimi bir seans proqramına daxil oluruq. Bizi belə bir istifadəçi adı və şifrə ekranı qarşılayır. Bura istifadəçi adımızı və şifrəmizi daxil edirik. Edirik. Gördüyünüz kimi belə bir əsas ekran bizi qarşılayır. Gündəlik edəcəyimiz işləri burada göstərim. Müştəri yaxınlaşdıqda, xidmətdən istifadə etdikdə müştəri əməliyyatlarını klikləyirik burada. Müştərinin nömrəsini yazırıq. Müştəri neçə gün sonra gəlməlidir növbəti seansına, növbəti xidməti istifadə etmək üçün. Onu qeyd edirik 15 gün sonra. Müştərinin adını qeyd edirik. Müştərinin adını qeyd etmək vacib deyil. Sadəcə əgər mesajlarda müştəri adı ilə müraciət etmək istəyiriksə, tutaq ki, salam Xəyal bəy, artıq sizin xidmətinizin vaxtıdır, artıq nə bilim, seansın vaxtıdır, saç kəsiminin vaxtıdır. Bunu belə qeyd etmək üçün bura ad qeyd etmək vacibdir. Yadda saxlayırıq. Bitdi, bu qədər. Biz orada 15 gün qeyd etdik. 15 gün sonra müştəriyə sizinlə razılaşdırdığımız şablon mesaj gedəcək. Əlavə olaraq proqramda olan toplu mesaj özəlliyini sizə qeyd edeyim. Aşağıda görürsünüz toplu mesaj menüsü var sağda. Ayda sadəcə bir dəfə istifadə edilə biləcək toplu mesaj özəlliyi. Bu toplu şəkildə müştərilərə, bu proqrama əlavə elədiyiniz müştərilərə kampaniya mesajları, endirim mesajları və yaxud reklam mesajları göndərə bilərsiniz. Əlavə olaraq da burada baxın hansı müştərilərə göndərilsin seçimi var. Hədəf seçin. Klikləyirik. Bütün nömrələrə getsin. Son 2 ayda gəlməyənlərə, son 3 ayda gəlməyənlərə, 5 ay, 1 ildən çoxdur gəlməyənlərə göndərə bilirsiniz. Bu nə deməkdir? Siz köhnə müştərilərə, artıq gəlməyən müştərilərə endirim kampaniyaları göndərərək onları yenidən cəlb edə bilərsiniz. Bu kampaniyaları yaratdıqdan sonra proqram başlayır sizin WhatsApp-dan həmin müştərilərə qeyd etdiyiniz mesajı göndərməyə. Bu qədər.